Hello everyone, I am teacher Humay. Gəlin 11-ci sinif test toplusunun ismi yəlik halına aid bir neçə suala baxaq. Baxırıq 71-ci suala. Children's bedroom kökündən dəyişən bir isim. Təbii ki, kökündən dəyişən bir ismin yəlik halı apostrof S-lə düzələcək bir düzdür. Girls dresses yanlışdır, çünki S ilə cəmlənən bir ismin yəlik halı tək apostrofla düzəlməlidir. Ona görə yanlışdır. Düzgündür, çünki S ilə cəmlənən ismin yəlik halı tək apostrofla düzəlir. Keçirik 4-cü suala. S ilə cəmlənən bir ismin yəlik halı tək apostrofla düzəlməlidir. Apostrof S-lə deyil. People's choices 5 düzgündür, çünki kökündən dəyişən bir ismin yəlik halı apostrof S-lə düzəlir. Keçirik 72-ci suala. Students papers yanlışdır, çünki student sayıla bilən tək isimdir, qarşısı boş qala bilməz. Professor's lectures tamamilə düzgündür, çünki S ilə cəmlənən bir ismin yəlik halı S apostrofla düzəlir. İçini götürürük. Rooms S ilə cəmlənən ismin yəlik halı tək apostrofla düzəlir, apostrof S-lə deyil. Goose's legs yanlışdır, çünki goose təkdədir. Təkdədirsə qarşısı boş qala bilməz, çünki sayıla bilən tək isimdir. Mice S ilə cəmlənmir, kökündən dəyişir və buna sadəcə apostrof S artırılmalıydı. Kökündəki S yanlışdır. Keçirik 73-cü sual. Uncle's house tamamilə düzgündür. Tək ismin yəlik apostrof S ilə düzəlir özündən, sonra da artiklesız isim gəldiyinə bir tamamilə düzgün. Axırıq ikinci cümləyə. Apostrof S-dən sonra article gəlir və biz bilirik ki, yəlik haldan sonra article gəlməz. 3 tamamilə düzdür. Kənanın atası artiklesız isim gəlir. Baxırıq 4-cü cümləyə. Bir apostrof S yəlik deyil, çünki şəxs əvəzliyinə apostrof S artırılarkən bu ya is ya da hasın qısaltması olur və yəlik hesab olunur. Cavab olur 1-3. Baxırıq 74-cü suala. Tomorrow's event tamamilə düzgün. Bəzi zərflərimiz var. Tomorrow, yesterday, today. Bunlar apostrof S artırılır və 2-4 kimi tərcümə olunsa da yəlik hesab olunur. 4 years university life tamamilə düzgündür, çünki for cəm təyinicidir və S apostrof olmağı düzdür. 3-də faza təkdə olduğuna görə bu o deməkdir ki, ortaqdır və yalnız ikinci yet tərəfə, yəni süsənə artırılmalıydı. Yəlik birinci tərəfdə yəlik olmamalıydı. Bu qaydaya əsasən 4 də yanlışdır, çünki faza cəmdədir. Birinci tərəfə də yəlik artırılmalıydı. Cavab olur 1-2. Videonu bəyəndinizsə səhifəyə abunə olmağı unutmayın.